Əslində Amerika ilə İranın müəyyən mənada razılığa da gələ bilərlər. Harda gələ bilər bu razılığa? Misal üçün İran yaxın şərqdən, misal Şiə ayparası var idi və bu ayparanın içərisində Tehran, Dəməşq, Beyrut və Bağdad var idi. Əslində İran yaxın şərqdəki demək olar ki, dayaq nöqtələrinin demək olar ki, hamısını itirib. Və İran yaxın şərqdən çəkiləcəksə, söhbət həm də proksi qüvvələrinə dəstəyi çəkə biləcəksə, sual yaranır, İran aqressiyası dayanacaqmı, dayanmayacaq? Yəni İranın istiqaməti dəyişə biləcək. Və burada ona görə də Türkiyə daha çox maraqlıdır ki, həm Suriya prosesindən ən ağır zərbəni alan ölkə hesab edirəm ki, Türkiyə oldu və Türkiyə iqtisadiyyatının da əslində bu vəziyyətə gəlib düşməsinin əsas səbəblərindən biri də bu oldu və indiki mərhələdə həm də orada çox ciddi problemlər və əsas məsələlərdən biri odur ki, İran içərisində ola biləcək bir xaos yaranacağı təqdirdə Kürd qruplaşmaların orada hansısa muxtəriyyətmi, hansısa bir formada döyüşlərə qatılması birbaşa Türkiyəni təhdid edəcək məsələlərdən biridir. Ona görə də Türkiyə bu məsələdə hesab edirəm ki, çalışacaq ki, bu məsələni hansısa bir dinc yolla həll eləməyə çalışsın. Burada Çin inandırıcı deyil, amma Rusiya da maksimum çalışacaq ki, bu məsələ dinc həll olsun. Çünki Rusiyanın faktiki olaraq istəmir ki, özünün cənub qonşusundakı ölkəyə qarşı və strateji ortaqlarından birinə qarşı hansısa bir əməliyyat həyata keçirsin. Çünki Rusiyanın özü başı tamamilə başqa istiqamətə qarşı. Yəni mən əslində İranın və Amerikanın faktiki olaraq müqayisəli şəkildə kimin nə qədər zərbə indirəcəyini və cavabların nə olacağını bildirməyə çalışdım və burada əsas önəmli olan məsələlərdən biri görünən odur ki, Avropa İttifaqı yenə misal üçün müxtəlif cür bəyanatlar verir, Sepahı terror təşkilatı adlandırır. Əslində İranın içərisində də belə bir maraqlı informasiya getdi ki, Sepahın ümumiyyətlə ordunun içərisinə transferi prosesi baş verə bilər. Mümkün variantdır və dini rejimin əslində məsələn dini ali liderin əslində bir çox məsuliyyəti öz üzərindən pezeşkiyana transfer edir. Misal üçün müharibə dövründə ali baş komandanlıq kimi məsələləri. Və bütün bunların hamısına baxdıqda İranda bu proseslər olmadan da belə hansısa bir formada dəyişiklik mümkün variantdırmı? Mümkün variantdır. Əslində təkcə Türkiyə yox, hesab edirəm ki, Körfəz ölkələri, əslində elə bizim Cənubi Qafqaz və bir çox ölkələr bu prosesin olmasını istəmir və bu proses kontroldan çıxsa, hesab edirəm ki, bu proses uzun müddətli və çox ağır müharibələr regionu bürüyə bilər. Aydın.